Allah'tan bu şəraitimi yaradan prezident Ulu Öndərin tapşırığı əsasında bu ev mənə verdi. Bu maşını da mənə hörmətli prezidentimiz Ali Başkomandan Dəmir Yumruğun müəllifi o verdi. Bu şəraitin hamısını mənə yaradan mənim dövlətimin bayrağı ucu olsun. Birinci salamlayıram prezidentimi, xalqıma. Mən Birinci Qarabağ müharibəsində gedən döyüşlərdə yaralanmışam, bir ayağımı, bir gözümü itirmişəm. Buna baxmayaraq mən həmişə dövlətimin siyasətini dəstəkləmişəm. Ulu Öndərin rəhmətliyin göstərişinə mənə evdə verilib, maşında verilib, mənə heç zad istəmirəm, mən heç zad istəmirəm. Bizcə xahişim budur ki, mənim prezidentim göstəriş versinlər, məni Sabunçu rayon ərazisində bir ofisindən təmin eləsinlər. Mən o ofisin işıq pulusun, qaz pulusun, bütün hər kommunalın özüm verərəm. Yerdə qalan canımı mən dövlətimə, xalqıma, millətimə sərf eləmək istəyirəm. Prezidentimin yanında olmaq istəyirəm. Mən buradan bizim çox hörmətli prezidentimiz İlham Əliyevə müraciətim var. Mehriban xanıma müraciətim var. Qoy onlar göstəriş versinlər. Mənim bu vəziyyətimdə, bu vaxtımda xalqa xidmət, millətə xidmət eləməkdən ötəri göstəriş versinlər, məni bir ofisindən təmin eləsinlər. Mənim bir də deyirəm, yerdə qalan ömrümü xalqıma, millətimə, dövlətimə sərf eləmək istəyirəm. Prezidentimizin yanında olmaq və onun xidmətlərini alqışlayıram, siyasətini alqışlayıram. Onun yanında olmaq istəyirəm.